İnternet. Bu sözü hər gün eşidirik, elə deyilmi? Amma bir rəhbər olaraq onun biznesiniz üçün həqiqətən nə anlama gəldiyini dərindən bilirsinizmi? Xeyr, bu texniki bir dərslik olmayacaq. Bu, sizin strateji yol xəritənizdir. Gəlin, başlayaq. Gəlin səmimi olaq. İnternet sizin üçün o qara qutu deyil ki, yəni sadəcə işlədiyini bilirsiniz. Amma necə işləyir? Bax, bu başqa məsələdir. Bu məlumatsızlıq sizi kor nöqtədə saxlaya bilər və rəqiblərinizə fürsət yaradar. Amma narahat olmayın, bugün bunu dəyişəcəyik. Baxın, bizim buradakı məqsədimiz çox aydındır. Bu planı, bu sxemi sizə anlatmaqla rəqibləriniz qarşısında sizə strateji bir üstünlük qazandırmaq. Bu, rəqəmsal şahmat taxtasında daha ağıllı və uzaqgörən gedişlər etməyinizə kömək edəcək. Qarşıdakı bir neçə dəqiqədə biz 5 əsas mövzuya toxunacağıq. Hər biri bu mürəkkəb mənzərəni sizin üçün aydınlaşdıracaq və strateji qərarlarınıza birbaşa təsir edəcək. Yaxşı, birinci hissə. İnternetin strateji planı. Artıq internetə sadəcə bir alət, bir vasitə kimi baxmağı dayandırmalıyıq. Təsəvvür edin ki, bu sizin biznesinizin fəaliyyət göstərdiyi yeni bir coğrafiyadır. Tərif özü olduqca sadədir, elə deyilmi? Amma gətirdiyi nəticələr, bax onlar çox dərindir. Bu şəbəkə sizin yeni bazarınızdır, yeni vitrininizdir, müştərilərinizlə yeni əlaqə mərkəzinizdir. Bu coğrafiyanı tanımamaq, öz biznes meydanınızı bilməmək deməkdir. İndi isə gəlin biraz dərinə gedək, işin təməlinə, yəni fiziki təbəqəyə. Çünki, unutmayın, rəqəmsal dünyada sürət sadəcə rahatlıq deyil, sürət birbaşa innovasiyanın özüdür. Baxın bu zaman xəttinə, hər bir addım. Dial-up'ın o məşhur cızıltılı səsindən tutmuş, bugünkü mobil internetə qədər, hər biri sadəcə bir texniki yenilik deyil, yox. Hər biri tamamilə yeni biznes imperiyalarının yaranmasına zəmin yaradıb. Fərq göz qabağındadır, elə deyilmi? Solda dar, cığıltılı, yavaş bir yol. Sağda isə çox zolaqlı, sürətli bir magistral. Məhz bu magistral olmasaydı, nə Netflix, nə də digər bulut xidmətləri mövcud ola bilərdi. Yadda saxlayın, infrastruktur innovasiyanın təməlidir. 56 kilobit saniyə. Bu rəqəm sizə nəsə deyirmi? Bəlkə də yox. Amma əslində bu rəqəm hər şeyi izah edir. 20 il əvvəl bugünkü rəqəmsal iqtisadiyyat niyə yox idi? Bax, bu rəqəmə görə. O sürətlə heç müasir bir veb saytı belə aça bilməzdiniz. Nəinki video yayımlamaq. Buradan çıxarılacaq əsas dərs, sürət sizin strategiyanızı diktə edir. Yaxşı, infrastrukturdan danışdıq. İndi isə gəlin bütün dünyanın danışdığı o ortaq dildən danışaq, protokollardan. Təsəvvür edin, bu qaydalar olmasaydı, internet tam bir xaos olardı. Hər kəsin fərqli dildə danışdığı bir Babil qülləsi kimi. TCP/IP-ni internetin etimadnaməsi kimi düşünün. O, sizin göndərdiyiniz hər bir datanın, hər bir məlumat paketinin itmədən, səhvsiz şəkildə qarşı tərəfə çatacağına zəmanət verir. Onlayn ticarət, bankçılıq, bütün bunlar məhz bu etimad üzərində qurulub. Və bu protokollar təbəqələr şəklində işləyir, bir-birinin üstündə. Baxın, sizin veb saytınız müştəriyə çatmaq üçün bütün bu təbəqələrdən keçməlidir. Bu nə deməkdir? O deməkdir ki, sizin biznesiniz bu zəncirin hər bir halqasından asılıdır. Bir yerdəki kiçik bir problem bütün sistemi flij edə bilər. DNS isə internetin naviqatorudur. Onun ünvan dəftəridir. Məhz DNS sayəsində müştəriləriniz uzun, qarışıq rəqəmlər yığmaq əvəzinə sadəcə sizin brendinizin adını yazaraq birbaşa rəqəmsal mağazanıza gələ bilirlər. Bu, sizin onlayn kimliyinizin ünvanıdır. Bir anlıq təsəvvür edin ki, DNS yoxdur. Müştərilərinizə deməli olacaqsınız ki, bizim sayta girmək üçün 192.168.1.34 yazın. Absurd səslənir, elə deyilmi? Bax bu, DNS-in sadəcə texniki bir detal olmadığına, birbaşa müştəri təcrübəsi və brendin dəyəri üçün nə qədər həyatı olduğunu göstərir. Yaxşı təməlləri anladıq, indi isə gəldik ən vacib yerə, döyüş meydanına, müştərilərin olduğu arenaya. Bura sizin müştəriləri ya qazandığınız, ya da rəqiblərinizə uduzduğunuz yerdir. Axtarış sistemləri əslində çox sadə bir məntiqlə işləyir. 3 addımda. Onlar əvvəlcə bütün interneti gəzir, sonra tapdıqlarını böyük bir kitabxanaya yığır və nəhayət kimsə axtarış edəndə o kitabxanadan ən uyğun cavabı tapıb verir. Sizin bir rəhbər olaraq vəzifəniz nədir? Təmin etmək ki, sizin biznesiniz o kitabxanada özü də ən görünən rəfdə olsun.
Əgər axtarış botları sizi tapa bilmirsə, bilin ki, müştəriləriniz heç tapa bilməyəcək. Bəli, oyunçular fərqlidir. Google bir çox bazarda dominantdır, amma başqa bazarlarda Yandex kimi yerli güclər var. Amma prinsiplər, qaydalar demək olar ki, eynidir. Bu bizə nəyi göstərir? O ki, qlobal strategiyanız hər bir bazarın öz reallığına uyğunlaşdırılmalıdır. Yaxşı, bütün bu texniki detalları bir araya gətirək. Bütün bu məlumatlar sizin gündəlik strateji qərarlarınıza necə təsir etməlidir? Gəlin əsas məqamları yekunlaşdıraq. 4 əsas nəticəni mütləq yadda saxlayın. 1. Sürət innovasiyanı idarə edir. 2. Protokollar qlobal biznes üçün sabitlik və etibar yaradır. 3. Axtarış sistemləri sadəcə alət deyil, sizin müştərilərinizlə görüşdüyünüz əsas bazar meydanıdır. Və 4. Bütün bu təbəqələrin bir-biri ilə necə işlədiyini anlamaq sizin rəqabət üstünlüyünüzdür. İndiki bu strateji plana sahibsiniz, güzgüyə baxmağın vaxtıdır. Özünüzdən soruşun, mənim rəqamsal strategiyamın ən güclü tərəfi haradadır? Bəs ən zəif, ən həssas nöqtəsi? Mövcud infrastrukturunuz gələcəyin innovasiyalarını daşıya biləcək gücdədirmi? Rəqamsal arenada rəqiblərinizdən həqiqətən öndəsinizmi? Bax, bu suallara verəcəyiniz cavablar sabahki uğurunuzun açarıdır.